Salam əziz izləyicilər, mən şairə İsmira Günəş hal-hazırda Biləsuvar rayonundayım. Biləsuvarın qəhrəman şəhidlərindən antiterror əməliyyatları zamanı şəhadətə ucalan qəhrəmanımız Azər Məmmədovun evindəyəm, evindəyəm. Yanımda qəhrəmanımızın anası dayanıb və bizlərə əmanət evladı Gül balası Zeynəbi dayanıb. İstəyirəm ilk öncə sözü Zeynəbə verək. Zeynəb atasına həsr etdiyim şeirlərdən birini səsləndirəcək, buyursun. Hər sözü söhbəti başqaydı onun, ədalət duyğusu başdaydı onun. Biz belə təsəvvür etməzdik sonun, qalxdı zirvələrə Azər Məmmədov. Onun igidliyi dastana döndü, ata ocağında yeri göründü. Adı ürəklərdə başda döyündü, yazıldı hər yerə Azər Məmmədov. Tamam fərqli idi onun dünyası, o mənfur düşməndən aldı qisası. Tarixi dəyişdi sözün əsası, çıxdı pillələrə Azər Məmmədov. Seyr edir səmadan bu yer üzünü, görə bilməsək də onun özünü. O son ki sözünü, o son kəlməsini çatdırdı bizlərə Azər Məmmədov. Ruhu şad olsun qəhrəmanımızın. Allah sənin bəxtini, taleyini gözəl eləsin gözəlim. Hər zaman qazandığın uğurlarla atanın ruhunu, nənəni, əmini sevindirəsən inşallah. Və şəhidimizin anasının sözü varsa onu eşidək. Mən Azərin anasıyam. Azər çox gözəl, tərbiyəli, ağıllı övladım idi. Azər məndən, mən də Azərlə nəfəs alaydım. Bizim sözümüz, hər bir sözümüz, sirrimiz ana-bala bir yerdə paylaşardı. Heyf ki, Azərin bir gün bəd xəbəri gecə yarısı mənə gəldi ki, bəs Azər yaralanıbdı. Mən dedim, yox. Azər əgər yaralansa da Azərin nəfəsi mənəm. Axı xəbər çatdırardı ki, ana, mən yaralanmışam. Mən inanmadım ona. Çox yol gözləyəm. Hər gün, hər 6-cı gün. 6-cı gün gecə saat 12-də gəlib çatardı. Deyərdim, ama niyə yatmayıbsan? Deyərdim, nə istəsin onu deyirəm, mən bişirim. Ürəyindən nə keçsin? Deyirdi, hələ gəl bir oturaq, bir söhbət eləyək, bir dərdləşək, sonra mama, olar da eləyərsən. Mənim dünyam dağılıb, mən, nə bilim, mənim ruhum Azərlə gedib, mənim cəsədim gəzir bu dünyada. Mənim yaşamağım heç nədir Azərdən sonra, ancaq Allahdan bir dənə arzum var ki, Allah məni Azərin balalarına bağışlasın, Azərin balalarım böyüdüm, oxudum, köçürdüm. Bir dənə onu Allahdan arzu edəyəm ki, mənə möhlət versin, ömür istəməyəm Allahdan, möhlət istəyəm, ona şükür edəyəm. Mənə 2 dənə bala əmanət qoyub, təsəlli qoyub mənə balam. Mən onun balaları ilə, özü ilə fəxr edəyəm. Allah sizə ömür versin, Allah arzularınıza yetirsin. İbrahimin də, Zeynəbin də gözəl günlərini görərsiniz inşallah. Və xüsusi olaraq qeyd etmək istəyirəm ki, Azər qardaşı ilə birlikdə 44 günlük Vətən müharibəsində də iştirak edib, antiterror əməliyyatlarında da iştirak edib. Və bu ailənin yeganə qız övladı Günay xanım da 1 il ondan öncə yaxın tarixlərdə dünyasını dəyişib. Günay xanıma da Allah rəhmət eləsin. O qardaşından sonra onun dərdinə dözə bilmədi və cənnətdə qardaşına qovuşdu Günayımız. Ruhu şad olsun onun da. Şəhidimizin ruhu şad olsun. Əziz izləyicilər, bu günün qəhrəmanlarını bizlər tanıyırıq və bizlər yaşatmalıyıq ki, gələcək nəsillər də tanısın. Növbəti şəhid ailələrində görüşmək ümidi ilə.